Herkese salam. Adım Arazdır. Bu videonu çəkməkdə məqsədim dünyada hal-hazırda baş verən hadisələrə mövqeyimi bildirmək və əlimdən gələn tək şey olan öz səsimi, fikrimi bölüşməkdir. Deməli, baş verən hadisələrdə heç cür insani izlər tapmaq mümkün deyil. Fələstində baş verənlər müharibə kimi müharibə deyil, münaqişə kimi münaqişə deyil. Bir söz bunu ancaq izah edə bilir. Bu da təəssüf ki, soyqırımdır. Konkret olaraq bu insanları orada canlı olaraq görmək istəmirlər. Halbuki bu torpaqlar bütün dünyanın, eləcə də Azərbaycan Respublikasının tanıdığı Fələstin torpaqlarıdır. Tarixə və bunun kimə necə aid olduğuna və ya kimin necə hərəkət etməli olduğuna, dövlətlərin xarici daxili siyasətlərinin necə olmalı olduğuna heç bir mövqe bildirməyəcəm, rəy bildirməyəcəm. Çünki bunlar mənim işim deyil, mənə aid olan şeylər deyil. Mənə aid olduğunu düşündüyüm, çünki mən bir təslim, bir müslim olduğumu düşünürəm. Odur ki, bir insan, yəni dünyanın bir yerində bir qrup insan, digər qrup insanı kütləvi şəkildə bərəyə yığıb orada qırır. Maşının içinə qumbar atıb, maşının qapısını saxlayır ki, içəridə cəmaət tikə-tikə olsun. Və ya snayperlə 1 yaşlı, 2 yaşlı uşaqları anasının qucağında vururlar. Yəni bu və buna bənzər addımlar hər gün atılır. Biz isə heç nə edə bilmirik. Bu təbii ki, ən acınacaqlı vəziyyətdir. Burada ən çox təəssüf elədiyim tərəf ayrı-ayrılıqda insanların öz səslərini çıxartmamalarından kənarda. Çünki ayrı-ayrılıqda insanlar hərənin öz həyatı, öz işi, gücü, öz nəfsi var qarşı başı dünyaya. Başa düşürəm. Allah başa düşəcəkmi, onu bilmirəm. Amma mən insan olaraq başa düşürəm ki, indi ayrı-ayrılıqda insanların fikirlərinin fərqli olması və ya bu barədə fikirlərinin olmaması hardasa başa düşmək olar. Amma dövlətlər var, hansılar ki, belə deyək, tarixi nöqteyi nəzərdən bu torpaqlarda izləri var və mirasçı sayılır bir növ. Bu böyük imperiyalardan gedir söhbət. Söhbət Osmanlı imperiyasından gedir çox. Belə gizli danışmağa ehtiyac söhbət Türkiyədən gedir birbaşa. Yəni mənim fikrimcə Türkiyə Osmanlının süqutu ilə yaranan bir dövlət olaraq və hal-hazırki ordu, siyasi, iqtisadi gücü, qüdrəti və dünyada özünün dediyi kimi əgər elədirsə, qüdrəti varsa əgər, bu mövzuda daha kəskin, daha həlledici addımlar atmalıdır. Bu, mən bilmirəm hansı yoldur. Mən heç kəsi savaşa çağırmıram. Mən burada həldən danışıram ki, burada bir şəkildə bu məsələ həll olmalıdır. Bu məsələnin həll olması üçün nə lazımdırsa, hansı qaydalar, hansı sənədlər, hansı təkliflər, hansı dinləmələr, hansı kompromislər, nə lazımdırsa bu edilməlidir və qısa müddətdə bu məsələ öz həllini tapmalıdır. Çünki 21-ci əsrin 3-cü 10 illiyində dünyanın bu düz vaxtında 4K qətliam izləyirik. Buna bir insan olaraq belə səssiz qalmaq çox çətindir açığı. Çünki biz bütün xidmətləri, bütün nemətləri burada əldə edirik, yeyirik, içirik, gəzirik. Birinci şükürlər olsun Allaha, sonra şükürlər olsun dövlətimizə ki, bu qədər gözəl xarici və daxili siyasət idarə edir. Bu qədər gözəl milimetrik deyək, zərgər işi bir siyasətdir bu. Bu elə belə bir şey deyil. Bizim indi yaşadığımız dövlət, bizim indi yaşadığımız şərtlər, bizim indi içində olduğumuz şərtləri heç bir ölkədə tapa bilməzsiniz gedib. Sizə ola bilər ki, biraz gülməli gələr və ya deyərsiniz ki, nə danışır. Bu faktda siz bunu belə bilə bilməzsiniz. Biraz gərək aydan baxasınız yerə. Aydan baxanda bilirsiniz nə görünür? Yer kürəsində elə bil ərazilərdir. Orada kimsə ona pits nəsə atır, oradan pits nəsə atır, oradan belə. Gülürlər bizə baxıb böyük ehtimal ki, bunları öz başına qoymuşuq. Özlərini apara bilmirlər. Bu gəlib ki, burada mənim dədəm yaşayıb, mənimdir. O gəlib ki, bəs burada belə yazılıb, bura mənim. Yaşaya bilmirlər bir yerdə. Bir-birlərini qırırlar. Yəni gülməli görünürük. İnsan idraki ilə seçilən varlıqdır. İdrak eləyib bu idrakının nəticəsində gələn məsuliyyəti dərk eləməliyik. İdrak eləməliyik ki, qardaş, biz bu dünyaya söz verib gəlmişik. Biz özümüz seçərək bu dünyaya gəlmişik. Allah tərəfindən yaradılmışıq təbii ki. Bura gələndə bizə bu barədə məlumat verilib. Bura çətin yerdir. Burada rahat şeylər, gözəl şeylər olmayacaq heç vaxt. Fikir verirsiniz, daim dəyişkən ruh halındasınız. İndi yaxşı hiss edirsiniz, 5 dəqiqədən sonra hər şey bomba kimidir, amma yenə də özünüzü yaxşı hiss eləmirsiniz. Nəsə çatmır elə. Gedirsiniz, nəsə çatdı, sonra üstündən 10 dəqiqə keçir, başqa bir şey. Yəni biz həmişə dəyişkən haldayıq. Burada bir dənə məsələ var. İdrak edəndən sonra ki, biz Allaha tərəf gedirik və yəni burada baş verən hadisələrin heç birisi elə belə deyil. Bütün ən minimal barmağımın hərəkətindən beynindən keçən düşüncələrə qədər ki, beynindən keçən düşüncələr əslində beynindən keçən düşüncələr deyil. Orada bir belə deyək, bir
ərazidir harda ki, çox fərqli enerjilər, düşüncələr, səslər, fikirlər var və biz orada seçməliyik, hələ oranı da qorumalıyıq. Hər hərəkət qeydə alınır. Yəni bizim verdiyimiz söz budur ki, bəli, mən gedirəm dünyaya, mən bilirəm ki, mən dünyaya gedəndən sonra mən hər şeyi unutacağam və bu yuxuda, yəni indi içində olduğumuz dünyada səni tapacağam. Ey Allahım, demişik ki, sənin məni yaratdığını tapacağam. Bunu qəbul eləyəcəm, egomu qıracağam və onu qəbul eləyəcəm. Yaradılış olduğumu, yəni məxluq olduğumu və səndən daha zəif olduğumu qəbul eləyəcəm və sənə ibadət eləyəcəm, səni zikr eləyəcəm şuurlu şəkildə. Biz şuursuz şəkildə onsuz da zikr eləyirik. Yəni instinktiv şəkildə. Digər heyvanlar necə instinktiv şəkildə dayanmadan zikr eləyirsə, heyvanlar yox, hər şey eyni şəkildə biz də zikr eləyirik. Bu özü bir zikir. Dayanmadan nəfəs almamız bir zikirdir. Amma yalnız insanda bunu şuurlu edə bilmə qabiliyyəti var. Əgər biz bunu şuurlu eləyə bilsək, məqsədimizə gəlib çatmış sayılırıq. Elədir ki, aynanı çeviririk ki, işığa tərəf ki, hə, tutdu, set tutdu biz. Bildiniz necə? Ayna verib göndəriblər bura ki, çevir oradan, set tutsun. Biz də aynanı qoymuşuq cibimizə gəzirik. Aynanı çevirmək lazımdır. Aynanı çevirmək lazımdır ki, set tutsun. Allahı bilərək, yəni ona getdiyini dərk eləyərək zikr eləmək lazımdır. İstəyirsən qorxudan elə, istəyirsən cəhənnəmə getməmək üçün elə. Yəni cəhənnəm deyəndə odu, alovu təsəvvür eləyə bilərsiniz, çünki Qurani-Kərim bu şəkildə bunu izah eləyir. Amma biz burada nə deyildiyini və bunun necə bir formada olduğunu başa düşə bilmərik. Nə fiziki halını, bəlkə heç fiziki deyil, nə hansı cür bu hadisələrin baş verəcəyini bir şeyi başa düşə bilərik biz burada. O da odur ki, yəni siz həqiqətən də inanırsınız ki, biz gəlmişik bura təsadüf nəticəsində və burada yəni nə baş verir, baş versin. Fisilə verəndən sonra da getdi də işinə. Yəni heç kəslə bir işi yox. Heç bir xəbərimiz də olmayacaq ki, biz gəlmişdik, getdik, indi varıq, yox idik, indi olduq. Yəni fikirləşirsiniz ki, belə bir dağınıq bir şeydir bu. Yəni bu boyda aləm. Yəni bunlar hamısı fikirləşirsiniz ki, hə oldu da, yəni yaddan çıxdı. Heç kəsin də heç bir yerdə də datası analiz olunmadı. Elə fikirləşirsiniz. Təbii ki, yox. Bunlar hamısı bir datadır. Və bu data işlənir, yazılır, qeyd olunur. Vaxtı gələndə qiyamət günü açılacaq. Qiyamət günü deyəndə ola bilər ki, sizə bir kino kimi gəlsin, bir nağıl kimi gəlsin, qorxuducu bir nağıl kimi gəlsin, ola bilər. Burada hikməti dərk eləmək lazımdır. Qiyamət günü bütün elədikləriniz var bu vaxta qədər. Bütün düşündükləriniz, bütün hadisələr var içində yer aldığınız, zülmə qarşı durmadığınız hadisələr, indi Fələstində olduğu kimi və ya haqqı tapdaladığınız zamanlar, oğurluq elədiyiniz zaman, yalan danışdığınız zaman, xəyanət elədiyiniz zaman, yəni bu pis əməllərin hər birisinin datası var. Necə ki, yaxşı əməllərinizin datası var. Və sizcə bu dünyada pis və yaxşı əməllər faktiki olaraq varsa, biz dünyamızı dəyişəndən sonra niyə görə bu dəyərlər orada öz əksini tapmasın ki? Onda nə mənası oldu ki, bu dünyada pisin və yaxşının olmasının? Yaxşını eləmək lazımdır və zülmə qarşı durmaq lazımdır. Bu günlərim Fələstində baş verənlər Fələstinlilərin imtahanı deyil. Onlara ilah elə bir güc verib ki, elə bir qüvvə verib ki, onlar eyfariyadadılar. Onlar üçün bu dəqiqə ölmək demək deyil. Onlar üçün bu dəqiqə ölmək şəhid olmaq deməkdir və onun eyfariyası tamamilə başqa cürdür. Amma imtahan bizdədir. Bizə elə gəlir ki, onlara zülm olunur. Amma onlara zülm olunmur. Bizə zülm olunur. Biz faktiki olaraq bu zülmə qarşı səsimi çıxarda bilmirik. Deyə bilmirik ki, ey insanlar, dayanın, nə olub? Nəyə alıb verə bilmirsiniz? Nə olar ki, o da yaşasın, sən də yaşa. Əgər yaşaya bilmirsinizsə birlikdə, gəlin sizə dövlət quraq verək. Gəlin sizə sistem quraq verək. Gəlin sizə qarşılıqlı münasibətləri tənzimləyən qaydalar düzək qoşaq verək. Yəni, bir çox variant var danışmağa, bir çox variant var eşələməyə, tapmağa və üzərinə getməyə. Bu haqda bir hərəkət, bir akt icra etməyə. Bunun üçün iradə lazımdır. Bunun üçün əvvəlcə insan gərək özünün burada olduğu ilə bağlı bir məlumata sahib olsun. Təəssüf ki, bir çoxumuz bədən olaraq buradayıq, amma iradəmiz, əqidəmiz, yolumuz o deyil, yəni. Çox dünyəvi, nəfsin əsiri, necə deyim, at kimi yaşayırıq da, yəni. At daha xeyirli, bərəkətlidir bəzi insanlardan. Ümid edirəm bu videoya baxandan sonra mı olsun, başqa bir videonu görəndən sonra mı olsun, bu mövzu ilə bağlı nə eləyə biləcəyini heç olmasa sorğulaya bilər və ən azından informasiyanı paylaşaraq, bölüşərək, ən azından informasiyanı əvvəlcə edinərək, yəni araşdıraraq, oxuyaraq, anlayaraq ki, burada nə baş verir, bu insanlar nə istəyirlər və necə bunu həll eləmək olar. Buna biraz enerji sərf eləməyinizi arzu edirəm. Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkatuhu.